səhvdir. Hə? İkinci səhvdir. Düzgün fikirləşin, artıq halı söz qeyri-birləşmə daxilində işlənə bilər. Bilərmi? Yox. Bilər, ne bileyim ki. Mən gələndə demir ki, isim, deyir ki, artıq halı söz. Düzgün fikir değil mi? Bəli. Uzlaşma əlaqəsi işləmiş cümlədə mübtəda işlənməyə də bilər. Səhvdir. İşlənməyə bilər. Bax. Məktəb həyətində gəzdim. Gəzdim xəbər. Harada gəzdim? Məktəb həyətində. Düzdür mü? Məktəbin həyətində. Yəlik hava, idarə. Həyəti, mənsubiyyət var. Nə olacaq? Uzlaşma. Mübtəda hanı burada? Hanı mübtəda? Yox. Demək ki, uzlaşma əlaqəsi işlənməmiş cümlədə mübtəda işlənməyə də bilər. Uzlaşma əlaqəsi işlənmiş cümlədə mübtəda işlənməyə də bilər. Bilərmi? Bəli. Bəli. Deyir, hansı hal şəkilçisi söz sintaktikləri hər zaman yalnız asıl tərəfdir. Hər zaman deyil, bax, hər zaman yalnız asıl tərəfdir. Səhvdir. Ay, sola. Söz birləşməsi var, bax. Hansı tərəfdir? Məktəb həyətində. Məktəbin həyətində söz birləşməsi. Uzlaşmaya görə hansı tərəfdir? Əsas tərəf. Deyir ki, yalnız nədir? Yalnız asıl tərəfdir, səhv fikir. Tabesiz əlaqəsi söz birləşmələrinin daxilində ola bilməz. Hə? Bəli, düz fikir deyil. Məsəl üçün, Əli və mən dünən gələndə soyuq idi. Soyuq idi xəbər. Nə vaxt soyuq idi? Əli və mən dünən gələndə. Kim gələndə? Mən. Kim gələndə? Əli. Əli ilə mən. Bir arasında var. Tabesizlik əlaqəsi var da. Nə olsun ki, daxilindədir? Sözləri birləşdirir. Ona görə də sən. Doğru cavabımız nə olacaq? Bizdən necə ölçülür? Uzlaşma əlaqəsində olmaya da bilər. Bəli, doğru. Deməli var, 1, 2, 5 var cavabımız. Aydın oldu? Yaxşı. Akif evə gələndə sinif yoldaşını gördü nümunəsinə əsasən. Görək. Akif evə gələndə sinif yoldaşını gördü nümunəsinə əsasən. Cədvəldən doğru cavabı seç. Gedəndə uzlaşma olacaq. Hə? Gedəndə uzlaşma. İdarə olacaq. Akif evə gedəndə sinif yoldaşını gördü. Cümləni yetərli idi. Gördü. Gördü xəbər. Kim görür? Kim görür? Sinif yoldaşı. Sinif yoldaşını görür, yoxsa Akif görür. Akif görür. Akif görür, mübtəda. Yəni, Akif mübtədadır, gördü xəbərdir. Mübtəda ilə xəbər hansı əlaqə var? Uzlaşma. Uzlaşma əlaqəsində xəbər aslıdır, yoxsa Akif? Akif. Aslıdır. Uzlaşma əlaqəsində xəbər əsas, yəni uzlaşmada mübtəda ilə xəbər. Burada asıl olan hansıdır? Əsas olan hansıdır? Əsas olan burada olacaq. Aysu, əsas olan mübtədadır. Asıl olan xəbər. Asıl olan xəbər. Yəni burada nə deyir? Akif uzlaşma əlaqəsində asıl tərəfdir. Düzdür, səhvdir? Səhvdir. Getdi. Bizdən nəyə soruşur? Doğrunu soruşur. Ay, getdi. Sinif uzlaşma əlaqəsində asıl tərəfdir. Sinif nədən əlaqə edib uzlaşmaya əlaqə? Sinif yoldaşı. Aysu, yoldaşın sözü. Yəni bu sinif yoldaşın söz birləşməsi də. Burada sinif yoldaşının sinif aslı tərəfdir, əsas tərəfdir. Bax, bir dənə şey yadda saxla. Mən bayaq nə dedim? Dedim ki, uzlaşmanın göstəricisi olan tərəf həmişə asıl tərəfdir. Uzlaşmanın göstəricisi hansıdır? Mənsubiyyət şəkilçisi, şəxs şəkilçisi. Bunlar uzlaşmanın göstəricisidir.
Bu şəkilsel olan tərəf aslı tərəf. İndi sinif sözündə mənsubiyyət şəkilsi var. Mənsubiyyət şəkilsi harda var? Yoldaşında. Yoldaşı sözündə. Deməli bu aslı tərəf hansı olacaq? Bu olacaq. Bu hansı tərəf olacaq? Əsas. Əsas. Bu da yazır sinif uzlaşma əlaqəsinin aslı tərəf. Aslı və əsas. Şərt. Aynen. Bu aslı değil. Bu əsasdır. Bu da əsasdır. Yani bu da səhvdir. Sonra gördüyünüz ki, taktik əlaqədə həm aslı, həm əsas tərəfdir. Yox, asıl tərəfdir. Aslı tərəfdir, amma həm də əsas tərəf daxil. Kimi gördü? Təsirli çalınan işlərdə yoldaşını. Yadında qalsın xəbər. Cümlədə cümlə üzvləri varsa çoxlu, həm asıl tərəf olur, həm əsas tərəf olacaq. Bax, kimi gördü? Yoldaşını, sinif yoldaşını, yəni qısaltma nəzərə. Təsir şəxsi qəbul edir. Bəli. Kim gördü? Arif. Ariflə işlənəndə, bir dəqiqə. Arif gördü. Oldu bu asılı, bu əsas. Bir də deyəm ki, yoldaşını gördü. Sinif yoldaşını gördü. Burada oldu əsas. Bu oldu asılı. İndi xəbər. Həm nə oldu? Əsas. Həm nə oldu? Asılı. Sintaktik əlaqədə həm əsas, həm də asıl tərəf. Düzdürmü? Düz. Bu səhv, bu səhv. Gəlin o bilənə baxaq. Evə sözü sintaktik əlaqədə həm asıl, həm əsas tərəfdir. Evə sözü gedəndə sözü ilə əlaqələnir. Və nə şəkilsi qəbul edir? Hal şəkilsi qəbul edirsə hansı əlaqədir? İdarə asıl tərəf olacaq, əsas tərəf olacaq. Bax, şəkilsi qəbul edən tərəf həmişə asıl tərəfdir. Asıl. Demək belə əsas tərəf fikir nədir? Səhvdir. Gedəndə sözü sintaktik əlaqədə yalnız əsas tərəfdir. Nətər düz ola bilər ki? Bu ilə əsasdır. Amma gedəndə gördü olanda asılıdır. Demək, gedəndə sözü nə zaman sualınacaqdır? Xəbərlə işlənəndə olur əslı, amma evə sözü ilə işlənəndə olur əsas. Ona görə burada yalnız əsas yox, əsas və asılı tərəf ola bilər. Ona görə bu fikirdə səhvli cavabımız nədir? C variantı. Sonra bir an bunu işlə, hansı cümlədə kəmiyyətə görə uzlaşma əlaqəsi pozulur? 8. Yəni, uzlaşma əlaqəsi nə idi? Mübtəda birinci şəxs insan anlayışı bildirsə, təklərsə, xəbər təklə olmalıdır. İnsan anlayışı bildirsə, ikinci şəxssə, təklə, cəmləsə, cəmlə olmalıdır. Üçüncü şəxsdə nə olurdu? Fərqi olurdu. İndi onlara bax, nə demişdik? Əgər onlardırsa, bu onlar insandırsa, xəbər nədə olacaq? Cəmdə. Onlar əşyadırsa, xəbər təkdə olacaq. Onlar heyvandırsa, təkdə də ola bilər, cəmdə də ola bilər. İndi tap. Bu da belə də. Hansı cümlədə kəmiyyətə görə uzlaşma əlaqəsi pozulub? Gəl baxaq. Onlar gəlmişdilər. İnsan anlayışıdırmı? Xəbər cəmdədirmi? Bəli. Getdi. Bizdən nəyi soruşur? Pozulmanı soruşur. Ağızlar cəmdədirmi? Onlar. Töküldülər olur, yoxsa töküldü olacaq? Töküldü olacaq. Qonaqların hamısı gəlmişdilər, yoxsa gəlmişdi olacaq? Gəlmişdilər. Düzdür. Xeyr, burada təklədi deyə. Bu gəlmişdi olacaq. Qonaqların hamısı gəlmişdi olacaq. Çünki sonuncusu təklədir. Üçüncü şəxsin təkidir. Bu da nə olmalıdır? Üçüncü şəxsin təki olmalıdır.
Burada nədir? Ağaclar payız yerdə yarpaqlarını tökürlər. Bu ola bilər, pozulmayıb. Amma burada pozulur. Sonra quşlar sevinirdilər ola bilər. Quşlar nə ola bilər? Sevinirdi də ola bilər. Bu da doğrudur. Teymur və Vasif bugün gəlmişlər. Kim onlar? Teymurla Vasif iki səmərə gətirib onları nə etmişlər? Gəlmişlər. Kim onlar? Bu da doğrudur. Cavab nə olacaq? C var. Yaxşı. Dokuz. Nə deyir? Tabiətsizlik əlaqəsi işlənibsə, nöqtələrin yerinə tamamlayan fikir müəyyən edir. Digər cümlədə tabiətsizlik əlaqəsi işlənibsə, xəyali bir cümlə qur. Deyək ki, bir dənə cümlə qurur xəyali həmən. Həmən elə şey olur, bir dənə cümlə qurursan. Həsən və Hüseyin qardaşdırlar. Onların valideynləri mənim dostumdur. Hər ehtimal qarşı mürəkkəb cümlədə qurdum, həmçə sözlər işlətdim. İndi getdik, nə deyək? Bir cümlədə tabiətsizlik əlaqə işlənibsə, nöqtələrin yerinə tamamlayan uyğun fikir deyil. Cümlə sadə cümlədirsə, eyni suala cavab verən quruluşsa ən azı eyni iki üzv işlənir. Bax, quruluşsa deyil, sadədirsə, cümlə sadədir. Məsəl üçün cümlə qoyuram, deyək ki, bax, bura kimi sadədir. Bura kimi sadədir. Bu cümləni nəzərdə saxla. Həsən və Hüseyin qardaşdır. Nə deyib? Cümlədə sadə cümlədirsə, eyni suala cavab verən quruluşsa ən azı iki üzv işlənir. Eyni. Quruluşsa eyni olmaya da bilər axı. Bax, mən sənə deyim. Misal verirəm sizə. Deyirəm ki, nə olsun? Yaşlı, qoca insanlara hörmət edir. Qoca sadədir, yaxşı düzəltmədir. Səncə bu fikir uyğundur? Hə? Xeyr. Getdi. Sonra, bu əlaqənin tərəfində olan sözlər tabilik əlaqəsində tərəf ola bilməz. Bax, yenə də o suala bax, yenə də cümləyə baxa bilərsən və ya da bu cümləyə də baxa bilərsən. Necə insanlar? Yaxşı insanlar. Yaxşı sözü insanlarla işlənib yanaşma ola bilər. Qoca sözü insanlarla işlənib yanaşma ola bilər. Ayrı-ayrılıqda işlənə bildi insanlar sözünü. Burada nə deyir? Deyir ki, bu əlaqənin tərəfləri olan sözlər tabiilik əlaqəsinə tərəf ola bilməz. Səs fikirdir. Həsən qardaşdır, Hüseyin qardaşdır. Getdi. Cümlənin deyib komponentlərindən bir-birinə bu əlaqə ilə bağlana bilər. Bax, cümlənin komponentləri, iki dənə cümlə yazmışam. Cümlənin komponentləri, yəni cümlənin tərəfləri, mürəkkəb cümlənin tərəfləri bir-biri ilə bu əlaqə vasitəsilə bağlana bilər. Niyə bağlanmışım? İki dənə cümlə yazmışam. Həsən və Hüseyin qardaşdırlar, onların valideynləri mənim dostumdur. İkisi arasında tabiətsizlik əlaqəsi. Bir digərinə tabi olmayan mürəkkəb cümlədir. Getdi, doğru. Feili birləşmənin asıl tərəfini birləşməyə yanaşma əlaqəsi ilə bağlanmış sadalanan sözlər işlənə bilər. Onlar da. Bayaq var idi, bayaq biz nə deyik, keçdik. Cavab nə oldu? Aydın oldu. Saat neçədir? Bax, saata şeycə dərsə başlayır, yeni dərs keçəcək. 45. 45, 11:45. Ha, indi sənlə keçəcəyik. Nəyə? Əlaqələrlə bağlı sualın varsa ver. Yox, başa düşdüm. Baxıram ki, əlaqələrlə bağlı sualları yəni işləyə bilirsən.